Bir daha baxırıq A variantının yerdə qalan mətnlərinə. Deməli, mətnimiz çərpələngdir. Çərpələng mətni, yəni oxumayacağım mətni. Ümumiyyətlə, suallarını cavablandıracağım, vaxt getməsin. Suallarına nə deyir? 20-ci sualda soruşur ki, bizdən Onurun həftələrlə masa arxasında işləməsi nəyi göstərirdi? Tapşırığı ona çətin gəldiyindən bu səhvdir. B variantı təlimata tam əməl etməməsindən bu da səhvdir. C variantında zamanla işə marağın artmasından bəli, doğrudur. Bu öz yerini almışdır. O birinci helikopteri almışdı və onunla məşğul oldu. Daha sonra isə deməli bunda maraq yaranmışdı. Ona görə də zamanla işlə daha təcrübəli işləməsi üçün onu daha çox vaxt sərf edirdi. Doğru variant C variantı. Raun rəğbətini qazanmaq istəməsi bu da yanlışdır. 21-ci suala baxırıq. Mətnə görə Onur çərpələngin hazırlanması zamanı hansı işi atasından daha deməli məharətlə yerinə yetirirdi? Bu təbii ki, xüsusi düyüm vurmağı, məhz o da vurğulanmışdı mətndə. Təlimatları oxumağı yanlışdır. Bambuq çubuqlarını kəsməyi bu da yanlışdır. Parçaların üzərinə naxış vurmağı bu da yanlışdır. Doğru variant B variantı. 22-ci suala baxırıq. Çərpələng hazırlamaq Onur üçün niyə xüsusi əhəmiyyət daşıyırdı? Onun və atasının zəhməti sayəsində başa gəldiyi üçün məhz doğru fikir də A variantıdır. Onun və atasının zəhmət sayəsində başa gəldiyi üçün Onur üçün bu əhəmiyyət daşıyırdı. B variantı maddi baxımdan dəyərli hədiyyə olduğu üçün yanlışdır. Digər tərpənəklərdən sürətlə uçduğu üçün səhvdir. Atasından aldığı ilk hədiyyə olduğu üçün bu da yanlışdır. Sonra keçdik növbəti mətnə. Bu mətndə oxumayacağım. Babamın məsləhəti. Güman edirəm mətni oxumusunuz. Mətnə aid olan suallara baxırıq. Kamil babanın 23-cü sual. Kamil babanın məsləhətindən sonra Ceyhun daha şuurlu oxumağa başladı. Bəli, doğrudur. Hansı ki qeyd olunmuşdur ki, məsləhətini əvvəlcədən, yəni məsləhəti alandan sonra daha şuurlu, daha diqqətlə oxumağa başlamışdır. Doğru variant A variantı. Daha sürətli oxumağa başlamışdır. Yanlışdır. Daha çox oxumağa başladı. Bu da səhvdir. Baba ilə birlikdə oxumağa başlamışdır. Bu da yanlışdır. 24-cü suala baxırıq. Hekayədən hansı nəticəni çıxarmaq olar soruşur bizdən. Çox oxumaq qalib gəlmək üçün əsas şərtdir. Təbii ki, bu yanlış fikirdir. Oxuduğunu anlamaq çox oxumaqdan vacibdir. Bəli, doğru fikir də budur. Hər zaman belədir. Mətni çox oxumaq deyil, sadəcə onu anlayaraq oxumaq ən vacib şərtlərdən biridir. Elə doğru variantımız da B variantıdır. C variantı oxunan kitabların sayı savadın əsas göstəricidir. Bu da yanlışdır. D variantında başqalarından tərif eşitmək üçün oxumaq lazımdır. Bu da yanlışdır. Doğru variant B variantı. 25-ci suala baxırıq. Baba nə üçün Ceyhuna kitabı qeyd götürərək oxumağı məsləhət görür. Hekayədə verilmiş səbəblərdən birini yazın. Bu əslində mətnimizdə öz yerini almışdır. Hansı ki, baxın qeydlər aparanda daha diqqətli oxumasını, kitabın məzmununu yaddaşında yaxşı saxlamasını, gələcəkdə lazım olan bu qeydlərinə baxa bilməsi üçün məsləhətlər vermişdir. Yəni bu 3 məsləhətin üçündən məzmununa uyğun da siz qeyd edib bu deməli 25-ci sualın cavabını yaza bilərsiniz. Bura qədər güman eləyirəm aydın oldu. Mətnləri oxumadım, çünki siz oxuyub məlumatınız var idi. Çalışdım, qısa da olsa sizə bir izah çəkim. Növbəti izahlara qədər.